Bir nəfər deyir, şahın qızını istəyirdi. Şahın qızına aşık olmuşdu. Hamı da nəsihət, kasıb bir adam idi. Nəsihət edirlər ki, şah sənə qız verməz, ağlı başına yığ falan. Deyir, yox da mən aşıqəm, diyana bilmirəm, ondan evlənməliyəm. Gül kimi solurdu yavaş-yavaş, xəstələnirdi. Eşq belə bir şeydir də, insanı görsən dəli eləyir. Bir şahın vəziri də bunun qohumu idi, qonşusu idi. Bu bir lətifə kimi düzəldib danışırlar, amma bir ibrət də var bu şeydə. Gəldi ona dedi ki, yaxşı da belə görürəm, vəziyyətin belədir ki, mağaraların birində ibadət elə, ged otur orada namaz qıl. Mən də şaha bir gün deyərəm ki, onsuz da sənin qızların çoxdur, birini başqa şahın oğluna vermirsən, birini var, bir dənəni də ver bu mağarada ibadət eləyən möminə ki, adın uzalsın ki, sən mənəviyyata, dinə də əhəmiyyət verir. Hamı səni tərifləyəcək ki, şah qızını bir mömin adama verdi, varı dövləti olmayan adama. Deyir, belə bir şey eləyərəm. Deyir, yaxşı, gedir, başlayır orada yalancı namaz qılmağa, ibadət eləməyə. Vəzir də bir gün deyir, şaha deyir ki, gedək, gəzək. Aparır, yolu salır o mağaranın yanından. Deyir, burada bir abid var, sənə bir təklif edeyim ki, gəl qızı o abidə ver. Cəmaat da səni tərifləsin, desinlər, bu belə şahdır falan. Deyir, hələ bir baxım görüm kimdir, girir içəri, görür o namaz qılır. Namazını qutarır, ikinci namazı başlayır. Vəzir deyir ki, şah həzrətləri gəlib səni görməyə. Görüb əhəmiyyət vermir. Təzdən durur, Allahu Ekber, təzdən durur, Allahu Ekber. Şah da başını çevirir gedir. Vəzir gəlir ona deyir ki, sən xarab elədin işləri. O boyda şahı sənin ayağa gətirmişdim. Sən qız istəyirdin, bunu mən götürüb gəldim, sən etina eləmədin. Deyir, heç mən elə əvvəldən arzum buydu ki, şah bu mağaraya gəlsin, o niyyətə qıldım. Amma elə ki, şah gəldi, namaz qıla-qıla dedim, ilahi, yalancı namaz şahı mənim ayağıma gətiribsə, gör doğrucu namaz məni hara çatdırar. Ona görə dedim, da şaha etina eləmədim. Dedim, bundan sonra da düzgün namaz qılın, doğru namaz qılın. Doğrudan da Allah üçün bir balaca iş görərsən, Allah 100 əvəzin verər. Ona görə deyir, siz eyibləri örtün, siz pislikləri örtün, qiyamət günündə elə örtərəm eybinizi ki, mələklər ki yazırdı, onlara da unutduraram.